O hədisdə ki buyurur ki, "Leysə lil-mutakabbir sadiqun." Təkəbbür deyir, insanın dostu olmaz. Bir qanundur da. Əlbəttə. İnsan cəmiyyətdə kim olursa olsun, belə ən kasıb insan, ən elmsiz insan olursa olsun, müqabilində təkəbbürlü insan müşahidə edərsə, o nifrət edəcəkdir. Deyir, mən onunla mənim yoxdur. O ki, hədisdə buyurur ki, "Leysə lil-mutakabbir sadiqun." Təkəbbürlü insan dostu olmaz. İctimai təsiri budur ki, məsələn, həmin insan ki, təkəbbürlü hissinə sahib olur, o görür ki, misal deyirəm, mən bu hissə sahib oldum, görsən qonşu məndən əlaqəni kəsib. Ya o lovalıq elə mənim onun nə işim var? Bəli. Qohum, məsələn, əmisidir, dayısıdır, hiss edir ki, məsələn, mənim bu bacım oğlunda bu pis əxlaqı var da, bu şeytani sifət onda var, təkəbbür hissi vardı. Görürsən, öz qohum, qanı belə nədir ondan? Əlaqəni kəsir. Ona görə buyurur ki, hədislərimizdə buyurur ki, təkəbbürlü olan şəxsin dostu olmaz. Görəsən, ən yaxın dostu belə nədir? Onu o pis xislətinə görə tənha qoyub gedər.